Xoş gördük sizi. Bugün bizim bu dərin təhlilimizdə çox maraqlı bir missiyamız var. Aha və məncə bir çox futbol azərkeşinin diqqətindən qaçan bir mövzudur bu. Tamamilə. Deməli, biz Milli.azın Peşəkar Futbol Liqasına istinadən verdiyi o qısa məlumata əsas götürəcəyik və misli Premyer Liqasının 32-ci turunun oyun cədvəlini, ən əsası isə bu qrafikin arxasında yatan o gizli dinamikanı incələyəcəyik. Düzdür, çünki o qrafik sadəcə tarixlər və saatlardan ibarət deyil. Hə, gəlin bunu elə başdan aydınlaşdıraq. Baxın, rəsmi məlumata görə tur mayın 15-də Yevlax şəhər stadionunda başlayır. Yəni, bu mənə böyük bir ziyafətdən əvvəl verilən belə iştah açan qəlyan altını xatırladır. Çox yaxşı bənzətmədir. Hə, yəni mənə maraqlıdır, sizcə bu birinci oyunun ab-havası bütün turun sürətini və tempini necə müəyyən edir? Baxın, burada ən maraqlı olan odur ki, turu məhz regionda, yəni Yevlaxda başlatmaq əslində çox strateji bir gedişdir. Aha. Bu, azarkeş marağını yavaş-yavaş isitmək və həftə sonu futbol heyecanının təməlini qoymaq üçündür. Əgər dərhal ən böyük oyunu versəydilər, turun qalan günləri mediada çox sönük keçərdi. Yəni bir növ partlayışla başlamırlar ki, maraq ölməsin. Düzdür, həm region azarkeşlərini həftənin ortasında stadiona cəlb etmək şansı yaranır, həm də idman xəbərləri üçün bütün həftə boyu ardıcıl müzakirə materialı verilir. Aydındır. Yəni belə sakit başlayıb temp yığırlar. Amma bax, əsl maraqlı məqam budur. Mayın 17-sində baş tutacaq o nəhəng Sabah və Neftçi qarşılaşması. Hamının gözlədiyi o mərkəzi oyun ta ayın 17-sinə saxlanılıb. Bəli, bu da təsadüfi deyil əslində. Yəni mən düşünürdüm ki, bu sadəcə logistikadır da, düzdür. İnsanlar işdə olur, həftə sonu hamı evdədir deyə ən çox reyting gətirəcək oyunu ora salıblar. Əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, məsələ sadəcə prime time və reytinglə bitmir. Təbii ki, gəlir önəmlidir, amma əsas hədəf o cədvəlin yaratdığı psixoloji təzyiqdir. Bir dəqiqə, nə təzyiqi? Riyazi bir gərginlikdən danışırsınız? Tamamilə. Cədvəl elə qurulub ki, açılış günündən, yəni Yevlaxdakı o ilk fitdən etibarən intizar getdikcə artsın. Mayın 15-də xal cədvəlində rəqəmlər hərəkətə gəlir axı. Aha, digər komandalar oynayır, xal qazanır və ya içirir. Düzdür. Və bu dəyişikliklər mayın 17-sindəki Sabah və Neftçi maçının əhəmiyyətini daha da kəskinləşdirir. Yəni onlar meydana çıxanda sadəcə 3 xal üçün oynamırlar. Əvvəlki günlərin formalaşdırdığı o nəhəng təzyiqin altında oynayırlar. Vay, bu həqiqətən də çox məntiqlidir. Mən heç bu tərəfdən baxmamışdım. Yəni cədvəl maçın dəyərini süni yox, elə təbii, riyazi olaraq artırır. Bəli, tam olaraq belədir. Nə deməkdir? Yəni siz dinləyicilər üçün bu cədvəlin və təhlilin niyə əhəmiyyəti var? Çünki bu oyuna baxış tərzinizi dəyişir. Düzdür. İstər həftə sonu planları quran ehtiraslı bir azərkeş olun, İstərsə də sadəcə dostlar arasında, necə deyərlər, məlumatlı görünmək istəyən biri, 15 maydakı o Yevlax startı və 17 maydakı Sabah Neftçi toqquşmasını mütləq yadda saxlamağa dəyər. Və yekunlaşdırmadan əvvəl mən bir fərqli məqama da toxunmaq istəyirəm. Bu mənbədə yoxdur, amma məntiqdən doğan bir sualdır. Çox maraqlıdır, buyurun. Təsəvvür edin ki, siz tribunadakı azərkeş yox, məhz o Sabah və ya Neftçi futbolçularından birisiniz. Hə, vəziyyət fərqlidir orada. Tur ayın 15-də, amma siz düz 2 gün ərzində gözləmə mövqeyindəsiniz. Başqalarının oyununu, xalların dəyişməsini kənardan izləyirsiniz. Mərkəzi maçın iştirakçısı olduğunuzu bilə-bilə, o 48 saatlıq passiv intizar bu futbolçuların psixologiyasına necə təsir edir? Həqiqətən də, o otel otağında gözləmək, bəlkə də meydanda qaçmaqdan daha ağırdır. Elədir, o artan təzyiqi həzm etmək. Sizcə bu, oyunun taleyini necə dəyişə bilər? Bax, bu barədə mütləq düşünməyə dəyər.